Əziz abituriyentlər, MİQ və sertifikasiya imtahanlarına hazırlaşan Azərbaycan dili və ədəbiyyat, eyni zamanda ibtidai sinif müəllimləri, hər birinizi salamlayıram. Bugünkü video izahda sizə ən çox çətinlik çəkilən mövzulardan biri olan eyni köklü sözlərin tapılması qaydasını rahat şəkildə izah etməyə çalışacağım. Gəlin baxaq görək bizim bugünkü qeydlərimizin içərisində hansı məqamlar öz əksini tapır. Bildiyimiz kimi kökləri eyni olan sözlərə eyni köklü sözlər deyilir. Lakin burada hər kökü eyni olan sözə biz eyni köklü söz hesab etmirik. Gəlin baxaq görək hansı hallarda biz sözləri eyni köklü söz hesab etməliyik. Sözlərin eyni köklü olması üçün 3 prinsip mütləq şəkildə gözlənilməlidir. 3 dənə prinsip var ki, biz sözlərin eyni köklü olduğunu tapmaq üçün bu 3 prinsipi orada doğruluğunu yoxlamalıyıq. Hansılardır? Birincisi leksik şəkilçi. Yəni sözlər mütləq şəkildə düzəltmə olmalıdır. Yəni biz eyni köklü sözləri araşdıran zaman o sözün düzəltmə olub olmamasına diqqət yetiririk. Əgər söz sadə sözdürsə, burada eyni köklükdən söhbət gedə bilməz. İkinci, köklər eyni nitq hissəsi olmalıdır. Burada məqam diqqət yetirin, qalın kursivlə vermişəm. Köklər eyni nitq hissəsi olmalıdır. Üçüncüsü, köklər eyni mənanı ifadə etməlidir. Bəzən testlərdə çaşdırmaq üçün, müdavimləri və ya abituriyentləri çaşdırmaq üçün belə bir fikir verə bilər ki, eyni köklü sözlər mütləq eyni nitq hissəsi olmalıdır. Bu yanlış fikirdir. Eyni köklü sözlərin özləri fərqli nitq hissələri ola bilər, eyni də ola bilər, fərqli də ola bilər. Söhbət burada köklərdən gedir. Onların kökləri mütləq eyni nitq hissəsi olmalıdır. Və yaxud da deyir ki, eyni köklü sözlər eyni mənanı ifadə etməlidir. Xeyr, eyni köklü sözlərin kökləri eyni mənanı ifadə etməlidir. Bu məqama xüsusi diqqət yetirin. Yəni, əlimizdə müəyyən qədər söz var və biz bu sözlərin hansılarının bir-biri ilə eyni köklü olduğunu tapmaq üçün həmin sözlər üzərində bu prinsipin hər birinin keçərliliyini yoxlamalı, həmin sözləri sanki 3 ələkdən keçirməliyik. Məsələn, bizə müəyyən qədər sayda sözlər verib, biz o sözlərin bir-biri ilə eyni köklü olub olmadığını yoxlamaq üçün sözlərin hər birinin üzərində bu prinsipləri, yəni bu 3 prinsipi bir-bir yoxlamalı, onları sanki 3 ayrı-ayrı ələkdən biz keçirməliyik. Əlimizdə qalan sözlər eyni köklü sözlər olacaq. Gəlin nümunələrə baxaq. Bağdan, bağçalar, bağlama, bağdakı, bağımız, bağban, bağlıdır. Bu sözlərin hər birini yuxarıdakı 3 prinsiplə yoxlayaq. Qeyd. 3 prinsipdən hər hansı biri pozulsa, eyni köklülük yaranmaz. Yəni, bu 3 prinsipin 3'ü də o sözlərin üzərində özünü göstərməlidir. Gəlin nümunələrə baxaq aydın şəkildə. Görək burada necə tətbiq edəcəyik. Birinci sözümüz bağdan sözüdür. Bağdan sözü sadə sözdür. Gördüyümüz kimi burada dan qrammatik şəkilçidir, leksik şəkilçi yoxdur. Deməli, əgər sözdə leksik şəkilçi yoxdursa, birinci qaydaya əsasən, burada eyni köklükdən söhbət gedə bilməz. Bağdan sözünü bu sıradan çıxarmağımız lazımdır. İkinci gəlir bizdə bağçalar sözü. Bağçalar sözünə baxaq görək düzəltmədirmi? Bəli, burada ça leksik şəkilçisi var. Ona görə bu söz düzəltmə sözdür. Birinci qaydamız ödənildi. Keçirik ikinci qaydaya. Köklər eyni nitq hissəsi olmalıdır. 3'də isə köklər eyni mənanı ifadə etməlidir. Gəlin digər sözlərə baxaq. Sonra bunların köklərini müqayisə edək. Görək onların kökləri eyni nitq hissəsidirmi? Eyni mənanı ifadə edirmi? Keçirik növbəti sözə. Bağlama sözünə. Bağlama sözü birinci qaydaya tabe oldu. Yəni burada leksik şəkilçi var. Ona görə bu sözü saxlayırıq. Köklərin eyni nitq hissəsi və eyni məna ifadə etməsi məsələsinə görə digər sözlərə baxıb yenidən bunların üzərinə qayıdacağıq. Bağdakı sözünə baxırıq. Bağdakı sözündə leksik şəkilçi var. Bəli, isimdən düzəlmiş sifətdir. Burada daki leksik şəkilçisi var. Birinci prinsip ödənildi. Keçək ikinci prinsipə, ikinci qaydaya. Görək bağdakı sözü ikinci qaydaya tabe edirmi? Köklər eyni nitq hissəsi olmalıdır. Baxaq bu əlimizdə olan 3 sözə. Bağçalar sözünə baxaq. Bağçalar sözünün kökü bağdır, isimdir. Bağlama sözünün də kökü bağdır, isimdir. Bağdakı sözünün də kökü bağdır, isimdir. Üçündə də köklər eyni nitq hissəsi olmalıdır. Tələsmirik, keçirik 3-cü qaydaya. Köklər eyni mənanı ifadə etməlidir. Baxaq görək hansının kökləri eyni mənanı ifadə edir. Axı bağ sözü homonimdir. Onun bir mənası bağça, bağ, bağat mənasında, digər mənası isə ip, bağ,
əlaqə mənasındadır. Baxaq, bağçalar sözünün kökü bağa, bu bağ-bağat mənasını ifadə edir. Bağlama sözünün kökü bağ, birləşmək, əlaqə mənasını ifadə edir. Bağdakı sözünün kökü bağ isə yenə bağça, bağ mənasını ifadə edir. Buradan belə nəticəyə gəldik ki, bu bağçalar sözü ilə bağdakı sözü 3 prinsipin üçün də onların üzərində keçərli oldu deyə bunlar bir-biri ilə eyni köklü söz oldu. Amma bağlama sözü 3-cü prinsipdə artıq bu qaydanı gözləmədi. Kökləri eyni mənanı ifadə etmədi. Deməli, bağlamanın bu iki sözə aidiyyatı yoxdur. Bunlarla eyni köklü deyil. Keçirik növbəti sözə. Bağımız sözünə. Bağımız sözü sadə sözdür. Burada leksik şəkilçi görə bilmirik. Yəni, birinci qayda artıq burada pozdur. Bu eyni köklüyü. Burada biz eyni köklükdən danışa bilmirik. Bunda çıxırıq sıradan. Gəlir növbəti sözümüz bağban sözü. Bağban sözü düzəltmə sözdür. Bəli. Burada leksik şəkilçi var. Keçək görək bağban sözü bu sözlərlə ikinci, üçüncü qaydaya əsasən eyni köklü olacaqmı? İkinci qaydamız köklər eyni nitq hissəsi olmalıdır. Bəli, bağbanın da kökü bağdır, isimdir. Bağçalar və bağdakı sözünün də kökü bağ ismidir. Üçüncüsü, köklər eyni mənanı ifadə etməlidir. Bəli, bağbanın da kökü bağça, bağ mənasında olan bağdır. Bağçaların da kökü bağ mənasındadır. Bağdakının da kökü bağça, bağ-bağat mənasındadır. Deməli, belə nəticə gəlir ki, bağban sözü də bu üç sözlə eyni köklük yaratdı. Gəlirik növbəti sözə, bağlıdır sözünə. Bağlıdır sözü düzəltmə sözdür. Çünki kök bağdır, l leksik şəkilçisi var. Baxaq ikinci qaydamıza. Köklər eyni nitq hissəsi olmalıdır. Bəli. Bağ isimdir hər iki halda, yəni homonim kimi işlənən hər iki tay isimdir. İstər əlaqə mənasında, istər bağ-bağat mənasında isimdir. Üçüncü prinsipə baxırıq. Köklər eyni mənanı ifadə etməlidir. Bunun kökü olan bağ, bağlama sözünün kökü ilə eyni mənanı ifadə edir. Yəni, bağçalar, bağdakı, bağban sözləri ilə yox, bağlama sözü ilə eyni mənanı ifadə etdiyi üçün bu bağlı sözü, bağlıdır sözü. Bağlama sözü ilə eyni köklük yaratdı. Aydındırmı? Yəni, hər üç qaydanın üçü də sözlər üzərində keçərli olmalıdır. İnanıram ki, yəni burada çətin bir məqam olmaz və növbəti video izahda çalışacağım bunu testlər üzərində sizə izah edeyim ki, daha aydın şəkildə sizin yadınızda qalsın. Deməli, gəlir bizdə növbəti qeydlər, eyni köklü sözlərlə bağlı olan qeydlər. Onlara da nəzər salaq. Görək burada nə var. Deməli, qeyd 1. Eyni köklü sözlərin kökü eyni nitq hissəsi olmalıdır. Kökü, yuxarıda da biz qeyd eləmişdik. Söz özü fərqli nitq hissəsi də ola bilər. Məsələn, bağban, bağçadakı sözləri eyni köklüdür və nitq hissəsi olaraq fərqli nitq hissələri olsa da, kökləri eyni nitq hissəsi olmalıdır. Bayaq mən yuxarıda sizə o üç qaydanı, üç prinsipin adını çəkəndə bu məqamı demişdim ki, bu testlərə test salınan məqamdır. Deyir ki, fikir verir. Məsələn, variantların birində verir ki, eyni köklü sözlər mütləq eyni nitq hissəsi olmalıdır. Xeyr, eyni köklü sözlər fərqli nitq hissəsi də ola bilər. Burada vacib məqam onların kökünün eyni nitq hissəsi olmalıdır. Məsələn, bağban və bağçadakı sözlərinə baxaq. Bağban isimdir, bağçadakı sifətdir. Bunlar eyni köklü sözlərdir. Amma nitq hissəsi olaraq tamam fərqli nitq hissələrdir. Biri isimdir, biri sifətdir. Burada məqam, əsas vacib məqam. Bunların köklərinin eyni nitq hissəsi olmalıdır. Bunu beynimizə həkk edirik. Eyni köklü sözlərin özü yox, kökü mütləq şəkildə eyni nitq hissəsi olmalıdır. Özü fərqli də ola bilər. Keçirik ikinci qeydimizə. Eyni köklü sözlərdə qrammatik şəkilçi işlənməz fikri də yanlış fikirdir. Xüsusən şagirdlər bu məqamda bəzən səhvlik edirlər. Eyni köklü sözdə şərt həmin sözün düzəltmə olması, yəni tərkibində ən azı bir leksik şəkilçinin olması şərtdir. Və bu o demək deyil ki, həmin sözün tərkibində qrammatik şəkilçi ola bilməz. İstənilən qədər qrammatik şəkilçi görə bilərik. Məsələn, bağçadakılardan sözünə diqqət yetirək. Yəni, bəzən şagirdlər baxır, sözün tərkibində qrammatik şəkilçi görürsə, onu eyni köklü söz hesab eləmir. Ancaq yalnız leksik şəkilçidən ibarət olan sözləri götürür.
Axı qrammatik şəkilçinin olması həmin sözün düzəltmə olmasına əngəl deyil. Yəni biz leksik şəkilçidən sonra istənilən qədər qrammatik şəkilçi işlədə bilərik. Məsələn, bağçadakılardan və bağbanları sözünə baxaq. Bu düzəltmə sözdür. Çar şəkilçisi var, dakı var. Bağbanları sözündə də ban var. Bəli, birinci qaydamız ödəndil, düzəltmədir. İkinci qaydamız köklər eyni nitq səsidir. Bəli, kök bağdır, isimdir. Burada da bağdır, isimdir. Üçüncü qaydamız nə idi? Köklər eyni mənanı ifadə etməlidir. Bəli, bağ-bağat mənasında olan bağ, bu da bağ-bağat mənasında olan bağ. Eyni köklü yarandı mı? Yarandı. Bəs burada qrammatik şəkilçi görürükmü? Bəli, görürük. Lar şəkilçisi, dan şəkilçisi, burada da lar var. Təsirli halın ı şəkilçisi var. Yəni, sözümüzün canı odur ki, eyni köklü sözlərdə qrammatik şəkilçi işlənməz fikri, işlənə bilməz fikri yanlış fikirdir. Çünki eyni köklü sözdə ən azı tələblərdən biri nədir? Ən azı bir leksik şəkilçi olmalıdır. Yəni o düzəltmə olmalıdır. Düzəltmədirsə, ondan sonra istənilən qədər siz ora qrammatik şəkilçi əlavə edə bilərsiniz və bu sözlərin eyni köklü olmasına əngəl deyil. İnanıram ki, bu video sizə eyni köklü sözlərin tapılması ilə bağlı çətinlik çəkdiyiniz məqamlarda çox yardımcı olacaq. İstəsəniz bunu qeyd şəklində də saxlayarsınız və yaxud da ki, izaha baxdıqdan sonra testlər üzərində tətbiq eləsəniz, bu mövzu sizin beyninizdə daha yaxşı həkk olunacaq, daha yaxşı yadınızda qalacaq. Növbəti videoda çalışacağım ki, testlər üzərində bu 3 qaydanı tətbiq etməklə eyni köklü sözlərin tapılmasını sizə daha ətraflı şəkildə izah edim ki, elə daha yaxşı yadınızda qalsın. Sağ olun, hələlik.